Salam əziz dostlar, bugünkü mövzumuz inversiya qaydasına aiddir. Cümlənin əvvəlində inkar mənalı hər hansı bir sözlər görürsünüzsə, little da bura aiddir, hardly da bura aiddir, scarcely, barely. Bu zaman inversiya baş verir. Nümunəyə baxırıq. Little that his decision would change his entire life. Burada doğru variant B variantıdır. Did subjektin önünə keçir, çünki inversiya baş verir. Little burada heç təsəvvür etmirdi mənasında işlənir. Little kiçik, balaca mənasında deyil. Doğru cümləni görürsünüz. İkinci test tapşırığı. Hardly cümlənin əvvəlində gəldikdə yenə də inversiya baş verir, çünki inkar mənalı sözdür. Doğru variant B variantıdır. Hardly when quruluşunda hər zaman inversiya olur. Quruluş belədir. Struktura baxırıq. Hardly had subject verb 3, when past simple. Hardly had I fallen asleep when the phone rang. Videonu bəyənib və paylaşmağı unutmayın ki, digərləri də bundan faydalansınlar. Minnətdarım.